Bilirsiniz də, bizim xəstəxanamız əsas statistikaya əhəmiyyət verir ki, buna görə də sizin hamınızı təbrik edirəm. Bizdə Rasimlə başlayalım. Məsuliyyətsizliyin ucbatından... Bir dəqiqə. Məsuliyyətsizlik deyəndə ki, yollar bağlanmışdı, ona görə gecikmişəm. Nə eləməliyim? Rasim, sənə zəng gələn kimi şəkildə çıxmalıydım. Üzr istəyirəm. Gəlməyinə ehtiyac yox idi. Qalıb istirahət edərdin. Sizə də xəbər gəlib. Narahat olmayın, hər şey qaydasındadır. Bax da, mən sənə icazə vermişəm. İstəsən, iclasdan sonra evə gedə bilərsən. Sağ ol. Deyirəm, yaxşı vaxtında gəldin, yoxsa hər arvad davası başlayırdı. Yenə?